Yeni vloga başlayıram bugün. Səhərdə bildim ki, efir yoxdur, yatacağım. Neçə gündür normal yuxu yatmıram deyə. Səhər özümə vaxt ayırdım, dedim rahat yatım, dincəlim. Ondan sonra durub işlərimi görərəm. İndi bu günlərim, belə görürsün, mətbəxim dağınıqdır, onu təmizləyəcəm. Günlük ev işlərimi çəkəcəm sizin üçün. Əslində balkon vlogu çəkmək istəyirəm. Sadəcə olaraq havalar düzəlməyib, yağış yağır. Bizdə də yağış, külək balkonu vurur. Ona görə gözləyirəm hava düzələn kimi günəşli bir havada balkonu təmizləyəcəm. Balkon təmizliyi çəkəcəm sizin üçün. İnanın ki, balkona ayaq qoymağa yer yoxdur. Əlimə nə gəldi atmışam ora. Bir Azərbaycanlı olaraq bankalardan da vəbşə yer yoxdur. Vesat, hər şey var da balkonda. Oranı təmiz yığışdıracağım. Onun üçün ayrıca bir vlog çəkəcəm. Ancaq bugün yox, çünki havanı gözləyirəm. Hələ də hava tam düzəlməyib. Belə, ancaq bugün evdə təmizlik, ev təmizlik işləri, yemək falan, günlük nə edirəmsə onu çəkəcəm. Sizin üçün inşallah darıxmazsınız, bəyənərsiniz. Onu demək istəyirəm ki, kanalıma abunə olun ki, sayımız artsın. Bu vlog kimin qarşısına çıxıbsa abunə olun. Daha da maraqlı vloglar bu kanalda olacaq. Kimi bəyəndiniz belə. Mənim burada piercingim var, bilmirəm kimsə elətdirib. Bu qızıldır təbii ki, mən sırğaları, yəni prosto bir şey taxa bilmirəm. Çünki allergiyam olur, qaşıma verir. Ona görə bu qızıldır. Məndə əslində burada piercingim var idi. Çıxartdım, çıxıb daha doğrusu düşmüşdü. O vaxt Rahimə hamilə idim deyə, nəsə o vaxt qulaq çox incidir taxanda sırğanı. Ağrıya dözə bilmərəm deyə taxmadım. O da yeri birləşdi belə. İstəyirəm buradan 2 dənəsini də deşdirim belə. O qızılda qalıb evdə lotus var, onu taxardım bura, nə bilim sırğalar alıb taxardım. Nətə xoşum gəlir mən belə detal şeylərdən xoşum gəlir. Bilmirəm siz də elətdirmisiniz. Bunu da dəyişmək istəyirəm. İncə bir şey alım vurum bura, bilmirəm. Qalmışam belə. Belə. Başlayaq ev işlərimizi görək. Ən sonda vacib məlumatları sizə bildirdikdən sonra başlayıram mətbəximi yığışdırmağa. Demək olar ki, bunların hamısı hər gün təkrar, milyon dəfə eyni gördüyümüz işlərdir. Bilirəm ki, xanımların hamımızın günü mətbəxdə keçir, pişir, düşür, yu, yığışdır, eyni, hamısı da təkrar olunur. Mən demək olar ki, bütün günü kuxnada ayaq üstü oluram, ya da ki, nəsə özümə bir iş çıxardıram. İşim bitsə belə YouTube'da baxıram, nəsə maraqlı bir şey görən kimi yoxlamaq üçün bişirirəm. Bütün günü mətbəxdə məşğul oluram. Mətbəxdə vaxt keçirtməyi anamı itirəndən sonra öyrənmişəm. Əvvəllər daha çox onun, bunun hərəkətini düşünürdüm, əsəbləşirdim, ağlayırdım. Başladım mətbəxdə işlərimi görməyə, yemək bişirməyə, telefonda serial qoyub baxa-baxa bütün işlərimi görürdüm və görürdüm ki, gün belə keçir. Mən ağlamadım, məsəl üçün ya hirslənmədim, ya hansısa bir negativ bir hadisə bir neçə saat olsa unutdum. Görürdüm, mənə çox yaxşı təsir edir. Ona görə də mən mətbəxə daha da bağlı olmağı öyrəndim. Doğrudan da mən anamı itirəndən sonra daha çox çətin günlər yaşadım. Demək olar ki, tək qaldım. Düzdür, belə bir məqamda insana təsəlli vermək çox yersiz olur. İnsan öz əzizini, yaxınını, doğmasını itirəndə onu hansısa bir sözlərlə, ifadələrlə təsəlli etmək olmur. Daha da bu ona qıcıq verir, yəni xoş gəlmir. Ancaq ki, yanında olmaq, varlığını hiss elətdirməlisən ki, yəni sən tək deyilsən, sənin yanındayam. Bunu mənə göstərən bir adam olmadı. Təbii ki, iş yoldaşı, dostluq elədiyim bir insandan başqa bunu mən heç kimdən görmədim. Ona görə də o insana qarşı mən aramızda nə olsa da, nəsə bir xətrimə dəyən bir şey olsa da ona küsə bilmirəm. Çünki çətin günlərimdə mənə dəstək oldu. Həqiqətən də məni evdə qoymurdu. Biraz qalan kimi zəng edirdi ki, dava gəl, gedək şəhərə falan yerə gəzməyə, ora, bura, restorana. Məni qoymurdu tək qalmağa. Çox sağ olsun. Ondan başqa yanımda doğrudan da heç kimi görmədim. Özümə qapanmışdım, depressiyadaydım. İşdən gəlirdim, yeyirdim, yatırdım, oyanırdım, yenə yeyirdim. Hətta çəki almışdım biraz. Xəstələndim, sonra qızım stres keçirmişdi, ağzı yara tökmüşdü. Hamıya deyirmiş ki, mənim anam xəstədir, ona görə oynaya bilmirəm, keyfim yoxdur. Bunları eşidəndən sonra toparlanmağa başladım. Başa düşdüm ki, mən də öz qızıma lazımam. Burada yeməyimi bişir, mərci bişirirəm. Buranı da açıq qoymuşam, yəni yol qırağı olduğumuza görə. Maşın səsləri gəlir, açıq qoymuşam ki, yeməyin iyi çıxsın buradan. Nə göstərəcəm? Ən səliqəli güşəni göstərirəm evdə. Xaladiyenikin boyuna çatıb. Son vaxtlarda necə tənbəlləşmişəm. Necə gəldi bu paketləri basmışam bura.
Ona görə də yer tutur. Şu görün hara gəlib çıxıb, xaladenik səviyyəsindədir. Boyunun səviyyəsindədir. Yəqin ki, bir çoxlarınız bu metodu bilirsiniz. Bilməyənlər üçün mən də çəkəcəm ki, bunu necə qatdalayırsan, bunu göstərəcəm sizə. Yəqin ki, bu söhbətlərim kimlərisə yormaz, ya da ki, kimlərsə mənim kimi eyni hissləri yaşayıb, ya da tam fərqli ola bilər. Mən anamı itirəndə 25 yaşım var idi. Ona kimi düşünürəm ki, uşaq kimi idim. Anamı itirəndən sonra isə elə bilirəm ki, böyüdüm. Anamdan sonra anladım ki, insanlar çox tez dəyişə bilər. Heç kimə güvənməməyi öyrənmişəm. Çox adamın səmimiyyətinə də inanmıram. Yəni ki, etməz dediklərimiz, olmaz dediklərimizin hamısı oldu. Buna görə də həyata baxışım da dəyişdi. Mən evin son beşiyi idim. Mamama çox bağlı idim. O qədər bağlı idim ki, heç bir qohum evində qala bilmirdim mamasız. Həyat insanı qorxduğu yerdən vurur. Ona görə də artıq soyuqqanlı olmağa çalışıram. Mamam gedəndən sonra hamı dəyişdi. Hətta ailədə hamını mehriban edən, bir edən ana imiş. Ana qədər insanı sevən, düşünən ikinci bir adam ola bilməz. Ana təmənnasız sevir, keyfin olmasa da, xətrinə dəysən də fərq etmir. Necə bir anlaşılmazlıq yaşansa da, ana üst tutanda səni sevgi ilə qarşılayır. Bəli, bir çox insanlar anaları sağ olsa da, həyatda olsa da, onun hələ də fərqinə varmırlar, qədrini bilmirlər, analarının xətrinə dəyirlər. Elə bil ki, analar sonsuz həyatında olacaqmış kimi davranıb incidirlər. Buradan demək istəyərdim elə insanlara ki, ananızın qədrini bilin. Ananız həyatdadırsa doğrudan da siz dünyanın ən xoşbəxt insanısınız. Ana dünyanın ən gözəl varlığıdır, ən gözəl nimətidir. Yəni deyərdim ki, mən anam gedəndən sonra da rəngsizləşdi həyat gözümdə. Unutmayın ki, bu dünyada ən çox ananın öncəliyi sənsən. Ondan başqa sənə nə qədər can desələr də, səni nə qədər çox istəyirəm desələr də, hansısa bir qohum olsun, kim olur olsun, o insanın öncəliyi öz evladıdır. Yəni sən ola bilməzsən. Ona görə də mən heç bir insanın səmimiyyətinə inanmıram. Çünki həmişə beynimdə belə bir şey düşünmüşəm. Bu dünyada seçim qoysalar, o həmin səni can fəşanlıq eləyir ki, səni çox istəyirəm, ay səni çox düşünürəm, can yandırıram. Həmin insana seçim qoysalar ki, ya sən öz evladın, ya da məsəl üçün mən. Kimi seçərsən, o təbii ki, öz evladını seçəcək. Ona görə də boş şeydir. Heç kimin hansısa bir şirin sözünə aldanmayın. Ananızın da öncəliyi sizsiniz. Yəni o adamın öz evladını seçməyə normaldır. Çünki hər bir insanın öncəliyi öz evladıdır. Bunu mən yaşayaraq təcrübəmlə gördüm. İnsanın kədəri də, sevinci də hamısı öz evinin altında yaşanır. Kimsə sənin dərdinə şərik ola bilməz. Hamı səninlə bir məqama qədərdir. Sonra hər şeyi tez unudur. Sənin yaşadıqları bir ömür sənlə bərabər yaşayır. Düşünürəm ki, yaşadığımız hər bir şeydən nəticə çıxartmalıyıq. Həyatda hər şey baş verir. Həyat budur. Həyatın acımasız üzünü kim görübsə məni anlayır ki, mən nələr demək istəyirəm, nədən danışıram. Bayaq danışanda dedim ki, mən depressiyaya düşmüşdüm, çəkə almışdım, çox yeyirdim. Bunun səbəbi nə idi? Bu mənim elə bir ki, uşaqlıqda yaşadığım şeylər idi. Onları elə bir təkrar yaşamaq istəyirdim. Nənəmlə anam həmişə mən uşaq vaxtı xaşıl deyirdi nənəm. Ondan bişirirdilər unla. Üstünə də bəhməz, pesok töküb yeyirdik. Bunu mən hər səhər, ümumiyyətlə səhər yeməyi yeməyən bir adam, səhər işə getməzdən öncə xəşəl bişirirdim, yeyirdim. Bunu mən aylarla davam etdirdim. Bir gün iş yoldaşım işdə mənim şəklimi çəkdi. Çəkəndən sonra aldım onun telefonda şəklimə baxdım. Mən özümü tanımadım. Bacımla görüntülü danışanda bacım deyirdi ki, gəlmisən? Deyirdim, yox, elə həmişəki adamam. Elə bilirdim ki, telefonla elə gəlir. Ancaq o şəklimi görəndən sonra şoka düşdüm. Özümü tanımadım. Dedim, bu nədir? Bu mənə. O şəkli sildim. Dedim, ümumiyyətlə bu şəkli görmək istəmirəm. Xəşəl yeməkdən ödəm yığmışam, dəhşət şişmişəm. Başladım yeməyimə fikir verməyə. Sağlığıma da fikir verməyə başladım yavaş-yavaş. Söhbətə başım qarışdı. Burada klokları qatdalamağı göstərdim və bu qədər alındı. Qalan klokları da götürdüm. Belə böyük klokları da belə qatdaladım, yığdım bir paketə. Gördüyünüz kimi yer necə də boş qaldı. Səliqəli də görsəndi. Yerdə qalan klokları da götürdüm, hamısını atdım. Çünki saxlamaq istəmirəm heç bir şeyi. Lazım ola
alacaq şeylər 3 dənə, 4 dənə saxladım, mənə kifayət edir. Başqa artıq saxlayanda isə yer tutur evdə. Bəlkə də uzun uzadı çox şey danışdım, sizi yordum, amma az şey yaşamamışam. İstədim sizinlə bölüşüm. Beləliklə mən özüm öz psixoloqum oldum. Ayağa qalxmağa özümə kömək etdim. Nələri ki səhv edirdim, nələr ki mənim beynimdə travma idi, nələr ki mənə çətinlik yaradırdı. O çətinlikdən keçməyə özümə kömək etdim. Yəni demək istədiyim odur ki, anam sağ olanda, anamın üzünə gülənlər, anamın yaxşılıq etdiyi insanlar, ümumiyyətlə gözümdə mələk kimi görsənən insanlar, yaxşı bildiyim, dost bildiyim, yaxın bildiyim insanların hamısı demək olar ki, dəyişdilər. Hamısının iç üzünü elə birdən göstərdi. Hamının iç üzünü birdən gördüm və başa düşdüm ki, hamı yalandan səmimiyyətsiz imiş və düşündüm ki, kaş anam bunların hamısını sağ olanda, həyatda olanda bilərdi ki, bu insanlar necə də vəfasız insanlardır. Və anladım ki, bu həyatda ölməməyə çalışasan, öldünsə hər kəs dəyişir, unudulursan. Ümumiyyətlə yaxşılıq etdiyin insanlar belə öldüyün gün sənin yaxşılıqlarını da unudur, səni də unudur, vəfasızca hərəkətlər edirlər. Ona görə də həyatı doya-doya yaşayın, kimsə üçün yaşamayın. Həddindən artıq da kiməsə yaxşılıq eləmək lazım deyil, çünki nankorluğa doğru gedir. Mən də bax belə anamdan sonra doğrudan da tək qaldım, tək başıma özümü sağaltdım, yarama məlhəm oldum və beləliklə öz ev işlərimə, işimə çox bağlandım. Orada çox vaxt keçirdirdim. Evə də gələndə kuxnada ancaq dayanmadan nəsə bir iş görürdüm ki, başım qarışsın, negativ hadisələri düşünüb pis olmayım, çünki mən çox həssas biriyəm. Daha artıq elə deyiləm, insanları tez bağışlamıram. Kim nə necədirsə həmin yerdə buraxıram, o yerdə də unuduram artıq. Yəqin ki, bu söhbətlərim sizi yormadı. İstədim ki, yaşadığım bir şeyləri sizinlə bölüşüm, sizinlə dərdləşim. Vloqum burada bitir. Kanalıma abunə olmağı unutmayın. Növbəti vloqlarda görüşərik.